zamanında çox əziyyətlər çəkmiş Məhsəti Gəncəvinin rübailəri bugünkü Kitablar Səltənətinin rubrikasında sizə təqdim olunur. Eşqinlə yanan qəlbimə saldın odlar, baxdın suda öz hüsnünə təkrar. Gördün saçını, bəxtimə mi oxşatdın, atdın o qara zülfü yerə ey dildar. Çəkdim necə qəm, gör ki sənin hicrindən, bir dost olub ağladı mənə hər düşmən. Etdim o qədər nalə sənin eşqinlə, yandı halıma bütün gecə şam qəlbən. Dahi Nizami Məhsəti xanımı çox dəyərləndirmiş və ömrünün ağır vaxtlarında ona öz evində yer ayırmış, saxlamış və ana kimi qayğısını çəkmişdir. Heyf acı şeydir, sərdi fərah, o şövqü həvəsi yandırır divar. Ölüm can qurtarır, ən böyük cəfa, ayrılıq sürürdür dünyada. Bu dünya bir kızıl kuzeye benzer, suyu gâh şirinindir, gâh da güzel. Ey felek ömrümü sevdirme bana, ey felek ömrümü sevdirme bana, ey felek ömrümü sevdirme bana. Onsuz da